Qədirxum Quran ayələrində. Maidə surəsinin 67-ci ayəsində Allah Taala buyurur: Ey Peyğəmbər, Rəbbindən sənə nazil ediləni çatdır. Əgər bunu etməsən, onun risalətini yetirməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Bu ayə Peyğəmbər Salavatullahın vacib bir məsələsini elan etməsi üçün endirilmiş və bir çox İslam mənbələrində bu bildirişin Qədirxumda Həzrəti Əli əleyhissalamın vilayətini elan etməklə bağlı olduğu qeyd olunmuşdur. Eyni surənin 3-cü ayəsində isə belə buyurulur: Bugün sizin üçün dininizi kamil etdim. Sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim. Bu ayədə məhz Qədirxum günündə vilayət elanından sonra nazil olmuşdur. Beləliklə, Quranda Qədirxum hadisəsinə iki əsas ayə ilə Maidə surəsinin 67-ci və 3-cü ayələrində açıq və ya dolayı yolla toxunulmuşdur. Bu ayələr İslam dininin vilayəti ilə kamilləşdiyini və vilayətin əhəmiyyətini sübut edir.